Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bugünkü mövzumuzu yenə Qurani-Kərimə həsr eləmişik. Qurani-Kərimin tərbiyəvi metodu, onun dilindən, üslubundan və xüsusilə qissələrindən qaynaqlanır. Bu metodu, bu tərbiyəvi üslubu danışmaq üçün bugünkü həmsöhbətim Bakı Dövlət Universiteti Ərəb Filologiyası kafedrasının professoru Nəsrullah Məmmədovdur. Qurani-Kərimin, İslam dininin ən böyük hədəfi məhz insanı yetişdirməkdir. İnsanı kamil səviyyəsinə çatdırmaqdır. İnsanı nəfsani arzulardan, pis davranışlardan, niyyətlərdən və əməllərdən uzaqlaşdırmaqdır. Bunun müasir pedaqogikada da xüsusi yeri var. Yəni insanı pis əməllərdən uzaqlaşdırmaq, onu yetişdirmək üçün müəyyən metodlar tətbiq olunur. Qurani-Kərim vəhyə əsaslanan bir mətn olaraq onun xüsusi bir tərzi var, xüsusi bir yanaşması var. İnsanların qəlbinə təskinlik verən, onu istiqamətləndirən bir xüsusiyyəti var. Bax, ilk sualımı belə qurmaq istərdim. Quranın tərbiyə metodları hansı prinsiplərə əsaslanır? Həzrəti Peyğəmbər əleyhissalamdan bir hədis var ki, deyir ki, İslam nədir ondan soruşanlara, deyir ki, İslam əxlaqdır. Vəhyin məhsulu olan, vəhyin nəticəsi olan Qurani-Kərim ilahi kəlam olmaqla insanlara müxtəlif vasitələrlə təsir edir. Tərbiyəçilər, tədrislə məşğul olanlar və əxlaqçılar əsasən tərbiyə metodlarının 3 istiqamətdə öyrənilməsini məsləhət görürlər Quran baxımından. Birinci, insanın ruhi tərbiyəsidir. İkinci yerdə insanın əqli tərbiyəsi və üçüncü yerdə isə cismani tərbiyə gedir. Bütün bu tərbiyə metodları müxtəlif vasitələrlə həyata keçirilir. Quranı tədqiq edərkən yenə də alimlər tərəfindən bunlar müxtəlif kateqoriyalara bölünür. Əsas birinci aparıcı yerdə məhz haqlı olaraq onlar gözəl nümunəni irəli çəkiblər. Çünki Quranın özündə də Allah Teala tərəfindən Peyğəmbər əleyhissalamla bağlı buyurulur ki, Estaizu billah və laqad kana lakum fi rasulillahin usvatun hasanatun. Doğrudan da Peyğəmbərimizdə siz üçün ən gözəl nümunələr var. Məhz nümunə əsasında insan daha çox görür, daha çox götürür. Peyğəmbər əleyhissalamın həyatı bütün müsəlmanlar üçün bir örnəkdir. Biz hamımız onun həyatından bir bəhrələnirik, bir nəysə götürürük. Sonraki mərhələlərdə vaxt və tədricilik məfhumudur. Vaxtdan istifadə etməyin qaydaları, tədricilik prinsipi. Bu siyahıya daxil olan üsullardan biri də zərb məsələlər, atalar sözləridir. Sonra bura daxildir mükafat və cəza, ədalət və səbr və ən nəhayət bura daxildir qissələr. Bütün bunlar İslamın tərbiyə prinsipləri baxımından ən mühüm məqamlardır ki, bunların hər biri ilə bağlı Qurani-Kərimdə çoxlu nümunələr var. Qurani-Kərim bu prinsiplər əsasında öz tərbiyə üsulunu qurur və cəmiyyətimizin gələcəkdə daha yaxşı həm dünya, həm axirət saadətinə çatmasının üsullarını göstərir. Bir zaman biz peyğəmbərlərdən əhd almışıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa'dan da. Biz onlardan möhkəm bir əhd almışıq. Belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun və kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın. Bəzən insanlara bir doğrunu başa salmaq üçün bəlkə də ən axırda deyiləcək sözü ən əvvəldə deyirik.
Bəli. Halbuki həm Quranın təlimində, həm peyğəmbərin təlimində bunun belə olmadığını görürük. İstərdim bu məsələni biraz açıqlayasınız. Quran bu məsələdə sanki bizim üçün planlar hazırlayır. Hər hansı bir mövzuya girişərkən biz onun planını ki hazırlayırıq. Bu tədricilik və vaxtla bağlı da Quran xüsusi plan sanki hazırlayır. Əgər biz bir müsəlman kimi Quranın hökmlərini araşdırsaq, görərik ki, məsələn, Quran adi şərab içməyin haramlığı barəsində dərhal hökm vermir. Cahiliyyət ərəblərinin, o dövrki insanların uzun müddət içkiyə aludəçiliyini nəzərə alaraq bir neçə dəfə Quranda bu içki ilə bağlı, şərabla bağlı müəyyən ayələr, xəbərlər gəlir ki, onlardan birində məsələn buyurur ki, içki və qumarda həm böyük günah var, həm də müəyyən mənfəəti var. İndi artıq ağıl sahibləri o dövrdə mənfəəti olsa da böyük günahın olması səbəbindən içkini tərk edirlər. İkinci mərhələdə insanlar hələ içki içirlər, namaz da qılırdılar. Bu zaman Allah Taala mərhələni yaxınlaşdırır və buyurur ki, "La taqrabus salata və antum sukara." İçkili halda namaza yaxın qalmayasınız ki, biləsiniz ki, nə deyirsiniz. Artıq bundan sonra insanların içki içmək vaxtları məhdudlaşır. Nə vaxt içsinlər? Gündə 5 dəfə namaz arasındakı vaxt da məhduddur. Və insanlar yavaş-yavaş çəkildikləri halda bu məsələdə, bu mövzuda Allah Taala sonuncu dəfə ayəsini nazil edərək qumarın da, içkinin də, fal oxlarının da və s. də bir dəfəlik haram olmasını bildirir. Bu tədricilik prinsipini biz bilavasitə burada görürük. Amma bununla bitmir. Məsələn, biz əgər İbrahim Peyğəmbərin həyatına bir nəzər salsa, bu qissə baxımından görürük ki, İbrahim Peyğəmbər cahil bir qövmün arasında olduğu zaman onların müxtəlif əşyalara, səma cisimlərinə ibadət etdiklərini görür və birdən ulduzların birinin daha parlaq olduğunu görərək deyir ki, bu mənim Rəbbimdir. Amma səhər təbii ki, o ulduz yoxdur, ulduz gedib. Və növbəti gündə o ayın parlaqlığını görür və insanların eşidəcəyi bir səslə mənim Rəbbim budur, bu daha parlaqdır deyir. Və görür ki, ay da batır, belə demək mümkünsə, səhər gün çıxır, daha parlaqdır. Deyir ki, bu ən parlağı budur, yəqin Rəbbim bu olar. Axşam günəş də batır və beləliklə də deyir ki, batanlardan mənə Rəbb olmaz. Mənim Rəbbim vahid olan Allahdır. Və bu tədricilik bir prinsipdir Quranda. Tərbiyədə də, tədrisdə də, təlimdə də bu tərbiyə metodları qorunmalıdır. Biz, bayaq siz gözəl dediniz ki, bəzən bizim axırda deyəcəyimiz sözü əvvəldə deyirik. Beləliklə də bizim o tədrisdə, təlimdə qarşıya qoyduğumuz məqsədə çata bilmirik. Bu misallardan çoxdur Quranda. Məsələn, adi Yusif Peyğəmbərin qissəsi, orada onun qardaşlarının onu aparmaları və onu orada quyuya atdıqlarından sonra gəlib atalarına birgə yaxınlaşmaları, axşam vaxtı yaxınlaşmaları və sözləri bir yerə qoyaraq, hətta atalarına biz desək də sən inanmazsan buna, sonra sonda onun qanlı köynəyini atalarına göstərməsi, bütün bunlar bu tədricilik prinsipinə əsaslanır. İşlərin qurulmasında Allah Taala təbii ki, müsbət mənada bu tədriciliyin qorunmasına, ona riayət edilməsinə böyük üstünlük verir. Quran-Kərim ayələrinin də biz tarixi ardıcıllığına nəzərdən keçirəndə görürük ki, Məkkə dövründə nazil olan ayələrlə Mədinə dövründə nazil olan ayələr bir-birindən fərqlidir. Yəni bunlar bir-birinə müxalifdir mənasında deyil. Amma onun içərisində də bir tədrici metod var. Evet. Məkkə dövrünün ilk illərində insanlar tək Allahlılığa sövq olunur, gözəl əxlaqa sövq olunur, ailə münasibətlərində dürüstlüyə, ədalətə, yalan danışmamağa, bu kimi əxlaqi xüsusiyyətlərə dəvət olunur. Eyni zamanda bütpərəstlik ləğv olunur. Mədinə dövründə isə daha çox qanunlar, qaydalar artıq cəmiyyət həyatını formalaşdıran məqamlar gəlib işin içinə girir və nəticədə belə bir tədrici metod özünü göstərir və cəmiyyət bizim əsr-i səadət dediyimiz, yəni Peyğəmbərin yaşadığı dövrdəki o İslamın ən gözəl çağı, bax bu şəkildə Peyğəmbərin bu tədrici təlimindən keçən nəslin əsasında formalaşıb. Nəsrə müəllim, Quranın özünə məxsus bir xüsusiyyəti var, üslubu var.
İslam tarixində müəyyən rəvayətlər var ki, bəzi müşriklər sadəcə Qurani-Kərimi dinləməklə müsəlman olublar. Yəni kənarda müsəlmanlar Qurani-Kərim oxuyurlar. Bir müşrik, bütpərəst bir ərəb onu eşitdiyi halda qulaq asa-asa müsəlmanlığı qəbul edib. Bax, Qurani-Kərimin özünün belə bir xüsusiyyəti var. Dilinin və üslubunun belə bir xüsusiyyəti var. İstəyərdim ki, bax bu xüsusiyyət hardan qaynaqlanır? Kur'an Ərəbcə nazil olub. Amma o dövrün, cahiliyyət dövrünün o söz sahibləri Qur'anın ayələrini dinlədikləri zaman bəzən özlərindən getmişlər. Məna içində məna yükü daşıdığına görə. Bu baxımdan Qur'an Ərəbcə olsa da, o dövrün ərəb dilinin bütün qayda qanunlarını ehtiva etsə də, ərəb dilinin üzərindəki bir dildir. Yəni, fövqəladə bir dildə nazil olub. Qur'anın bu baxımdan qrammatik strukturu o dövrün ərəb dilindən çox fərqlidir. Adi bir misal çəkin. Məsələn, bir Fatihə surəsində biz nəzər salsaq, onun əvvəlindəki Bismillahirrahmanirrahim. Bu birləşmənin İslama qədərki dövrdə heç vaxt mövcud olmadığını deyə bilərik. Düzdür, o dövrdə Peyğəmbər əleyhissalam özü də məsələn, Bismikə Allahumma ifadəsindən istifadə edirdi dualarda. Və ərəblər də buna alışmışdılar. Amma eyni sözün iki təyinin olduğu bir birləşməyə onlar rast gəlməmişlər. Bu struktur onlar üçün yeni idi. Bismillahirrahmanirrahim. Rahimə kökündən həm Rahman, həm Rahim təyinləri var sözün, ismin. Və bu yeni idi. Ümumiyyətlə, təkcə Fatihə surəsində 5 yeni bir novatorluq var orada. Yəni, Allah Teala'nın insanlara ərəb dilində müraciətinə baxmayaraq, bu dil onların dilindən çox fərqli idi. Və buna görə də bəzən dövrün ən məşhur alimləri, ən məşhur şəxsiyyətləri, bəlağətçiləri Quran ayələrini dinlədikləri zaman onu anlamadıqlarını bildirirdilər. Çünki o ifadələr və sözlər, o məna yükü daşıması onları heyrətə salırdı. Məsələn, Elhamdülillahi Rabbil Ələmin. Bu birləşmə, bu konstruksiya ərəb dilində olmayıb o vaxta qədər. Elhamdülillah olub. Amma Rabbil Ələmindən ibarət ikinci tərəfin daha bir izafətdən ibarət təyini heç vaxt olmayıb. İyyəkə na'budu və iyyəkə nəstəyin. Feildən əvvəl gələn İyyəkə əvəzliyinin 2 dəfə təkrarlanması ayrı-ayrı feillərlə. Bunlar zahirən kösəmən belə adi görünsə də ərəb dili, dilçiliyi ilə məşğul olanlar, Quranla məşğul olanlar, Quranın dili ilə məşğul olanlar bu məsələlərin böyük fövqəladə mənaya malik olduğunu və doğrudan da Quranın ərəb dilindən yüksək bir dildə nazil olmasını bildirirlər. Məsələn, sizə deyim ki, hətta dövrümüzdə də, günümüzdə də həm Avropa alimləri içərisində, həm də ərəb dil daşıyıcısı olan alimlərin arasında Qur'anın dilinin ərəb dilindən fərqli bir dil olduğunu, hətta yeni bir ərəb dili olduğunu bildirirlər. Onlar bəzən öz dediklərində gətirdikləri misallarla haqlıdırlar. Doğrudan da Qur'anın dili fövqəladadır. Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Bəziləri Qurani-Kərimin dilini nəsrə bənzədirdilər, bəziləri isə şeirə bənzədirdilər. Ərəblərin adətlərində şeir uca bir məqamdan alınan ilhamla şairlər şeir söylürdülər və onları bir fərqli varlıqlara istinad edirdilər. Qurani-Kərim özü bunun bir şeir olmadığını deyir. Məşhur mütəfəkkirlərdən Taha Hüseyn Qurani-Kərim nə nəsrdir, nə şeirdir, o bir Qurandır deyir. Onun fərqli bir mövqedə dayandığını vurğulayır. Qurani-Kərimin önəmli bir hissəsi, ciddi bir hissəsi Quran qissələrindən ibarətdir. Bəzən qissələr bir neçə dəfə təkrarlanır və bununla insanlara nümunələr çəkilir. Qurani-Kərimdə qissələrin bu qədər çox yer alması nə ilə əlaqədardır və onun o tərbiyəvi cəhətlərini biz necə səciyyələndirə bilərik? Quranın ifadə üslubunun formalarından biri də təkrarlardır. Məsələn,
Er-Rahman surəsində "Fəbi eyyi əlai rabbikuma tukazziban" ayəsi 31 dəfə təkrarlanır. Bunun hamısının özünün əhəmiyyəti var Quran baxımından, üslub baxımından. O ki, qaldı qissələrin təkrarlanması, bunlar bilavasitə tərbiyə ilə bağlıdır. Çünki insanlar keçmişlərin hadisələrindən nəticə çıxarırlar. Həm də o hadisələr gözəl bir dildə nəql olunur. Allah Teala özü buyurur Quranda Peyğəmbər əleyhissalama müraciətlə deyir ki: "Nahnu naqussu aleyka ahsanal qasasi bima awhayna ileyka hadal Qur'an ve in kunta min qablihi laminal qafilin." Buyurur ki, biz sizə ən gözəl qissələri danışırıq, nəql edirik. Bu Quranda, göndərdiyimiz Quranda. Bəlkə də sən onları heç bilmirdin. Doğrudan da Quran bu baxımdan, bu tarixi məqamları ifadə etmək baxımından ən dürüst kitabdır. Tarixin olub keçmişlərini Allah Taala'nın vəhy etməsi, onun bildirməsi nə qədər təsirlidir. Bir var tarixi bir əsər yazasan, araşdırasan, bir də var tarixin özünün yaradıcısının göndərdiyi məqamlara qulaq asasan. Bu baxımdan çox maraqlıdır. Nəsrə müəllim, adətən pedaqoqların da tövsiyə etdiyi məsələlərdən biri budur ki, bir nümunə çəkərək bir məsələni çatdırmaq insanlar üzərində daha təsirli olur. Bu baxımdan adətən deyilir ki, danışılan bir mövzu nümunələrlə əsaslandırılmalı. Quran qissələrinin də belə bir tərəfi var. O istər keçmiş qövmlərin hadisələri insanların diqqətinə çatdırılır, istərsə Peyğəmbər dövründə yaşanan hadisələr. Bunların içərisində hər cəhətdən insanlar var. Yəni inanan insanların da hekayəsi çatdırılır, inanmayan insanların da hekayəsi çatdırılır. Bununla bir ibrət, bir dərs götürülməsi tələb olunur. Xeyli fikirlər var bu məsələlərlə bağlı. Doğrudan da həm Avropa şərqşünaslığında var, həm ümumiyyətlə şərqin özündə alimlərin müxtəlif yanaşma tərzləri var bu ilə bağlı. Quranı hər hansı bir cəhətdən onun əhəmiyyətini azaltmaq istəyənlər sonda məğlubiyyətə düçar olublar. Çünki Quran özü tam dəqiq "İnnə nahnu nəzzəlnə zikra və innə ləhu ləhafizun" ayəsi ilə Quranın hökmlərinin qiyamətə qədər gedəcəyini zəmanət verib Allah Teala. Bu baxımdan Quran dəyişməz bir kitabdır. Nazil olduğu gündən bu günə qədər heç bir hərfi də dəyişilməyib. Bu bizə belə deməyə əsas verir ki, bizim müqəddəs kitabımız məhz istinad mənbəyidir. Biz onun hökmlərinə, onun tarixi rəvayətlərinə, onun verdiyi məlumatlara inanmalıyıq. Nəinki bəşəri, insani zəkanın yaratdığı və bəzən də naqis olan o məqamlara biz inanmaqdan daha çox Qurana inanmalıyıq. Həqiqətən də Quran-Kərimin qissələri hər biri bir-birindən gözəldir. Bəzən qissələr müxtəlif mövzular içərisində təkrarlanır. Bu təkrarlanmağın da əslində bir hikməti var. Bəli. Müxtəlif məqamlarda Allah bir hadisəni müxtəlif cəhətlərdən ehtiva etməyə, insanların diqqətinə çatdırmağa çalışır. Bu şəkildə insanların öyüd götürməsini və doğru yolu tapmasını nəzərdə tutur. Nəsrə müəllim, mən sizə çox təşəkkür edirəm. Gəldiyiniz üçün və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Minnətdaram. Sağ olun, mən təşəkkür edirəm. Hörmətli tamaşaçılar, bu dəfəki buraxılışımızda uca kitabımız Quran-Kərimin üslub və dil xüsusiyyətlərindən, eyni zamanda onun tərbiyə prosesindəki rolundan bəhs etdik. Bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.